Salam müəllimlər, hər vaxtınız xeyir olsun. MIG tipli məsələnin izahına baxacağıq. 5-ci sualda deyir, nisbi rütubəti 60% olan 14 kub metr havada 112 qram su buxarı çatışmır. Temperatur 10 dərəcəyə enərsə, 83 kub metr əraziyə neçə qram yağış düşər? İlk əvvəl baxırıq ki, nisbi rütubətimiz 60%dir. 14 kub metr havada 112 qram su buxarı çatmır. 100% olması üçün bizə 40% çatmır. Bu da 112 qrama bərabərdir. Buradan yazsaq 112 40% olarsa, çünki çatışmayan 40%dir. O da 112 qrama bərabərdir. X qramımız 100%. Ümumi 14 kub metr havanın neçə qram su buxarı saxlaya biləcəyini biz buradan ilk əvvəl tapmalıyıq. Buradan X bərabərdir 280 qram. Yəni 14 kub metr hava 280 qram su buxarı saxlaya bilər. İndi buradan biz çatışmayanı çıxsaq, yəni 280-dan çatışmayan 112 qramı çıxsaq, alarıq əlimizdə faktiki 168 qram su buxarı var. Temperatur 10 dərəcəyə enərsə, biz bilirik ki 10 dərəcə Selsidə 1 kub metr hava maksimum neçə qram su buxarı saxlaya bilər? 9 qram su buxarı saxlaya bilər. Bəs 14 kub metr hava neçə qram su buxarı saxlayar? 14-ü vursam 9-a taparam ki 10 dərəcə Selsidə 14 kub metr hava neçə qram su buxarı saxlaya bilər? 14-ü 9-a vurduqda alıram cavabı 126. Yəni 10 dərəcə Selsidə 14 kub metr hava neçə qram? 126 qram su buxarı saxlaya bilər. Bizim də əlimizdə faktiki olaraq 168 qram su buxarı var. Deməli, bundan 126-dan 168-i çıxsaq, yerdə qalan yağıntı halında yerə düşəcək. 168-dən 126-nı çıxdıqda qalır 42. X bərabərdir 42. Yəni 168-dən 126-sını çıxdım, yerdə qaldı 42. 42 qramı yağıntı halında yer səthinə düşüb. Neçə kub metr havaya? Əraziyə 14 kub metr əraziyə. İndi buradan biz düşənin 1 kub metrə neçə qramın düşdüyünü gəlin tapaq. 14-ə 42 qram düşərsə 1-ə X. Buradan X-i tapsam 3. Deməli, 1 kub metr əraziyə 3 qram su buxarı düşürsə, bizdən də sualda soruşur ki, baxın burada, biz tapdıq ki, 1 kub metr havaya, 1 kub metr əraziyə 3 qram su buxarı düşür. Bizdən də sualda soruşur ki, 83 kub metr əraziyə neçə qram su buxarı düşər? 83-ü vururam 3-ə, edir 249. Cavabımız olur B variantı.